Hamıya salamlar mənim əzizlərim. Bugün Ark Survival Evolved'ın ikinci bölümünə qaldığımız yerdən davam edirik. Birinci videonu çəkdik. Bilməm daha baxdınız, baxmadınız. Baxmadınız bu ehtimalı. Bir də gələcəkdə baxarsınız inşallah. Nəysə, keçən dəfə evi falan tikdik. Dinozavrımızı əhəlləşdirdik. Səviyyə deyəm bir dənə. Yüksəldək. Nəyə basaq? Axırlığa basaq da. Əjdahamızı, dinozavrımızı əhəlləşdirdik. Onun da yetimin canına verək. Çox savaşdırırıq. Bu bölümdə də inşallah neyinirik? Evə əl dəymirik. Bir dənə ox falan düzəldəcəyik, silah falan. Paltarlarımızı daha yaxşı eləyəcəyik. Hücuma falan çıxacağıq. Bir dənə dinozavr daha əhəlləşdirməyi planlaşdırıram. Trike da ağlımda. Bir dənə prosta səviyyəsinə baxaq. Onun səviyyəsi neçədir? 12 səviyyə rahat əhəlləşdirərik. Amma istəmirəm, biraz yüksək səviyyə olsa daha yaxşı olar. Nəysə. Evin için biraz dizayn edəcəyik. Sandıq falan atacağıq. Qoy daha şey olsun. Nə olsun? Daha yaxşı olsun. Bir dənə baxaq görək nə düzəldə bilirik. Burada harç və hava nə olmalıdır? Həvəy dəstə dediyimiz. Ondan basmışam. Prosta. Bax görək onu eləyə bilirmiyik. Nə lazımdır? Dəri və daş. Daşımız var, dərimiz var mı? Dərimiz də maşallah axırıncı dəfə biçdi öldürdüyümüzə görə. Ondan bir dənə düzəldək. Bax ora. Evin içində eləyəcəm elə. Orada elə. Sağ küncə ataq elə. Sandığa düzələrəm sağ küncə belə. Buradan sandıq bəlkə erişə bilər. Erişməz elə, erişir. Çürüyətdə bir də şey eləməliyik. Ətləri çürütmək üçün bunu böləndə, niyə deyirəm bilmirəm. Belə yenə daha tez eləyir. Bir dənədən olur ya, bir yeri daha gec çürüyür. Bir aylar olduğunda rahat çürüyür. Bunun üstündə lazımlı əşyalarımız var idi. Buraya yaxın getirək. Paşam. Bir əsas meyvələrimizi bura. Təpələnmədik. Çox ağır olduq. Niyə bu qədər ağır olduq ay biz? Ya Allah, getdi. Bu karakter belə gələndə mən də şey oluram, ürəyim üzülür. Yəni çıxa biləcəyik buradan, hə çıxdıq. Yaxşı. Paşamıza ataq. Hadi, onu da atdıq. Bu lazım deyil bura. Sürüyətdən ataq. Ətləri çürütmək lazım, çoxlu ət və çoxlu çürütmək. Bunları tez ataq. Bir dənə burada enqramını öyrənək. Bizə lazımdır. Niyə? Çünki oxun üstünü götürüb uyuşturmaq üçün, bayıltmaq üçün istifadə edəcəyik. 7 dənə ses eləyə bilir, çünki çürüyətimiz yoxdur. Burada çürüyət var. Bunu düzəldək. Bir dənə belə, bir dənə də bundan düzəldək. Yarım da olsa olsun. Ataq geçsin. Kimin nəyinə lazımdır ki? Səviyyə atladıq bu arada. Sandıq düzəldə bilərik. Susuzluyuruq. Yine ağırlığa vuracağım hələ ki. Ağırlıq önemlidir.
Hara qalma haketi vardı. Dünya qədər hara qaldı. Yox. Bu. Tez qoyanda götürmək olur. Bu qədər ada olsun heç nə olmaz. Divar kimi hörəcəm. Bilinməyəcək. Yerləşmir bura. Niyə? Mesela oğullar hücum edir. Yerləş də simmetrika. Oldu. Üçüncü bura yerləşmir. Bu olmadı bu. Olmadı. Onu da bura vuracağım. İşte bir de ortaya bırak. Paşa könlümüz tamam istiyor. İkisini birden şuttum ya oğlum ya. Getdi ya. Biraz lif yığaq. Lif yığmaq üçün oraq düzəltmək lazım ama oraq dəmirdən düzəlir. Bizə həmçinin dəmir də lazımdır. Dəmir yığmaq üçün nə lazımdır? Bu daşlarına ya sökmək lazımdır, onlardan çox az sıxır. Ya da hündür dağlara falan çıxmaq lazımdır. O da belə problemdir. Çıxar ayağın gedə bilmərik. Yəni yolda bizi yeyərlər. İlanı, nə bilim, əjdahası. Əjdaha yoxdur oyunda. Amma bəhşi dinozavrlar falan var da yəni. O bizi yeyə bilərlər. Yeyə bilərlər yox, 100% yeyərlər. Havada, qarada yeyərlər bizi. Nə oldu, imək eləyirsən? Gəl görək. Mən niyə burada crafting eləyirəm ki, üstümdə yoxdur? Üstünə ox. Aha, 100 dənə. Bas 100 dənə ox. 11 dənə üstünə bas. Ox düzəltdi. 21 səviyyə olduq. Axır ki. 21 səviyyədə nə inirdik? O trayka həlləşdirmək lazımdır. Trayk meyvə falan yığmağı yaxşıdır və daha güclüdür. Traykın yəhəri şeylədik. Hədə kus. O metal dövrünə keçə bilərik biz. 20 səviyyəyi. Bundan bir dənə götürək. Nə qədər lazım? 125 dənə daş. Getdik. Bundan düzəldək qoy. Yerdən daş yığarıq elə. So. Həll elədik. O da evin ən bəhkidən küncünə qoyaq. De bura. De bunun üstündə biz metal düzəldəcəyik. Metal əridəcəyik. Metalımız anı 32 dənədir. Təpənməliyim. Yazsın əvvəl. Belə tərpənə bilirik, şükür Allah'a. Bunlardan pasım yiyeyim. Bunu yemeyin. Bu zəhəm getmiş. Susluq artırır. Onu tuğluya geçsin. So. Buna da tak. Bu da geçsin. Ne edirəm onu? Oxu da sapanın yerine qoyaq. Sapan tuğluya geçsin. Yoxsa hər ehtimali qalsın üstümüzdə. Bolamız var 9 dənə maşallah. Qalan şeylər qalsın. Hə. Hər şeyimiz hazırdır. Oxumuz var. Bayıldıcı ox düzəldək. Oxları atdıq. Oxa pardon ora atdıq hə. Çox qəribə zanlayam. Valla oxlar etdim atdım bura. Oxlarımı ver hə. Başa qalsın hər yer burada. 100 dənə oxu götürdük. Burada. Hani bu? Burada. Qəşək.
100 oxun 100-ünü də bayıldıcı ox eləyəcəm. Çox tamamlandı. Oxlarımız da. Oxu yükləyək. Hazırıq. Burada bir traykımız var. Təxmini 30'dan falan oxa yatır bu. 16 səviyyə. Biraz yüksək səviyyə istəyirəm. 30 səviyyə falan olsun heç olmasa. Çünki 16 səviyyə azdır. Biraz yüksək olsun ki, qabağımıza dinozor falan çıxanda yeyə bilək. Məsələn, bir raptor falan çıxar. Traykın canı yüksək olacaq deyə. Raptoru yeyə bilər. Nə oldu? Mənim işim yüzümün axtarmaqla keçir. Video tipi axtarmaqla keçir. O nədir? Spinosaurus. Ovlaya bilərəm onu. Sırt ovlayaram. Hara ovlayıram onu. Sən, aha 76 səviyyə. Reis sən yol üstü bir dənə həll eləyək. İndi oxun yüzü o qədər şapalaq vururdu. Neçədən oxa gedəcək. Sonra 5 dənə oxuna həll edəyik bunu. İçinə 10 dənə mec atırıq, sonra həll olur bu. Lütfen tanıyıram bunu. Sonra gələnə qədər. Hara getdin hə paşa? Oydu. Hayda. Bura gəlib mənə vuracaq o, bilirəm. Mənə vura bilməyəcək bir hündürlük. Ora var, amma orada çıxa bilmərəm mən. Yoxsa oradan da vurar. Buradan vurduğumu bilirəm. Əvvəlki təcrübələrimizə əsasən bilirik ki, mən bilirəm. Budur elə. Hava da qaraldı. İkisi gəlir, özü də pisdir bu. Qaça bilmir. Qaçmaq istə demə, huş itəcək. Aha, bunu həll elədik, qəşəng. 16'dan oxa, yaxşı yatdı. Yaxşı getdi. Həlləşdirdim səni, paşa. O birisi mənim üçün hücuma gələcək. Gəlmə boşuna hücuma. Biz dostuz səninlə. 16 səviyyə. Nə var ha? Bu bağdadır, bunun işimiz yoxdur. Bilən o birisine gedək. Yox, bu ne yox. Aha, bu şey əhəlləşibdir. 113 səviyyə olub. De valla. Ona gedəmirik. Yetim, sən adın nə olsun? Mesela bir dənə ad qoyaq. Hardan gəlir səsinə qıtar? Qısırlı, nə? Alıq gedir. Nə qoyaq bunun adını? Nə qoyaq? Bu adı bir əfsanə olmalı. Bu bizim yəni ən yaxşı dinozorlarımızdan biri olacaq ilk vaxtlarda. Raptorlar keçirən kimi bu getdi. Yox, getməyəcək, qalacaq bu da. Amma buna bir ad fikirləşmək lazımdır. Adı nə olsun bu? Nə olsun, nə olsun? Heç nə gəlmir ağlıma. Bildim. Köhnə serilərdən, yəni sildiyim videolardan birində bunun adını qoymuşduq. Baz 2107. 20 nə vardı? Nədir? Düşüyor bura. Baz 2107 yazılır. Yoxsa belə yazılır. Bunun arasını tire qoyaq. Çox da önəmli bir şey deyil, amma nəysə. Bu bizim 07'mizdir. 07. Gəl hə. Getdi ya. So, bunun adı məlumdur da. Bunun adı Kamazdan başqa heç nə ola bilməz. Yəni bu bildiyin Kamazdır da. Adı nə vardım? Mesela böyle bir şey. Özü böyük hərflə yazdım. Kamaz, z. İki dənə z olsa yaxşıdır. Belə şeydir. Kamazımız lazım. Kazamaz deyirdim. Trike.
Eşek. Trak yerimiz de var artık. Bu artıq yetdi ya. Qaranlıqda axı. Hop. Hər tərəf işıqlı. Paşa. Bunun canı. Onun sürəti zəif olacaq. Biraz sürətinə verək. Ötərdir. Əcdaha kimi. Hücum edə. Yine onu. Ay sağ olun. Kime vururum ben? Evet sen cep girmişsin ağzımın içine. Səni də mən öldürdüm. Sonra göz yarımızı yanlışlıkla gecənin qaranlığında vurduq, öldürdük. Ne oldu be sen? Qolumuz qısımısın. Bir heç nə bana iyi. Yəni normalde dinozavr mı? Nəysə elə yaxşı oldu elə bunun ölməyi. Məncə ağzımın içine girmirsən sən. Bu iki dənəsi var. Fısı. Gel evin yanına. Evan ha. Yağış mağış her şey yağır da. Yatıp dincəlmək də olmur Minecraft'da. Kes eləsin. Özünə gəlsin. Ha, kırt. Bir yana yatak düzəldək. Onsuz biz burada dünyaya gəlir ama hər ehtimalla. Yəni lif, odun, saman. Getdik samanlamağa. Hara qoyalım. Çox mənasız yerdə olacaq bizim. Az yatmayacaq orada. Prosto dünyaya gəlmək üçündür. Bura qoyaq. Sandıqların kənarında yatarıq. Çox əlaqəsiz oldu. Bir evin dizaynı olar hə. Vallahi hə. Hə nəsə. Səhər olsaydı bir səhər olanı söyləyərəm mən. Yani kesin buranı. 16 tane metalımız elinden oldu. Burası bunu yarbayarı hesaplıyoruz da. Çünkü eriyende hele olur. Bunu da saldım. Açlıktan ölürük. Bu nasıl şey? Crafting table. 5 tane metal. Əladır ki. Ben dedim 30 tane lazımdı. 5 tanesi de düzeldərəm bunu. Nə bir satmanı düzeltməyəcəm? Ana. Odun, taş, dəri. Var içində hər şeyimiz. Odunumuz da var, taşımız da var, dərimiz de var. Sopaşam. Yox sen yox. Yanlışlıqla göndərdi onlara. Şimdi bu crafting table'ı haratırıq. Bura atamırıq. Buraya satamırıq. Bura. Zibilxanı yox, şöyle olsun. Soda belə çox da sudamayaq. Sonra ne açaq? Buradan
İşte dəmir dövrən keçirdik ya, alətlərimizi gücləndirək. Əgər alınırsa da bir dənə arbalət düzəldərik, arbalət düzəldərik. Nə düzəltmirik? İndi bunun üstünə əşyalar dolduraq, bax, dəmirdir. Bunlar da oldu, yaxşı oldu. İndi bax, odundur. Dəridir, burada olsun. Kitin ehtiyac yoxdur. Daşdır. Craftingin üstündə olsun. So, bunun üçün lift lazımdır. Lift qalıb bunun içində, yoxsa? Lift var. Saman. Saman da bunun içində olsun. Ətrafımızda dağılır hər tərəf. Gəzir, neynirlər. İndi burada metal, yo. Silahlar. Burada ya. Yakın verir. Aha. Bu. Şimdi arbalet yazaq. Arbalet. Arbalet desək, arbalet bu oxdan daha yaxşıdır, daha güclü atır. Silahımızı yaxşı inkişaf etdiririk. Metal alətləri götürdük. Oxun yerinə bunu ataq. Oxları da bunun üstündə dolduraq. Ox üstümüzdə hələlik qalsın. Amma hələlik. Arbalət yaxşı oldu. Bir dənə nəyə basaq yenə cana verək. 27 səviyyə oldu qəşək. Pteranodon əhələşdirə bilərik əslində. Paşam, sən istəyən qal. Çox şey eləmə. O başta gördüyümüz 72 səviyyəli Pteranodon var idi. Əgər buralarda uçursa, onu haqqından gələk. Aha. 70 səviyyə düz tapmışam. Başını... O bir dənəsini yatdı, əla. Bu meyvə yiyən deyil, bu balığı yiyir. Balıq tutmaq lazımdır buna. Ət də yiyir belə prosto. Balıq daha çox sevir. Pirana deyilsə onu həll eləyək. Yəni pirana deyil. Piranalar bizi xırt yiyir. Getdik paşa. O piranadır. Onun əlindən tez qaçmaq lazımdır. Kişi əlimdəkini yemədi ki. Ayda, yedi əlimdəkini şərəfsiz. Əli altı səviyyə pirana var ha. O suyun üstündə haqqından gələcəm. Su. Böyle bağlan biz bunu rahatlığına əhəlləşdirərik. Kitimiz də var onsuz da. Atdıq. Paşa, nətə yiyir? Ağaclıqdan çıxmısa, nə? Bu bölüm yaxşı oldu. Uçan falan həll elədik. Valla. Nəyə basaq? Cana verək yenə. O burada yemək yesin. Mən də gedim, bir dənə heyvana hücum eləyim, çünki ağaclıqdan xarakterləyəcək. Ət. Ət lazım bizə, ət. O nə eləsə qaçır. Getmə paşa. Səkiz səviyyə, heç nə olmaz. Sənə börək. Kim zəhərlədi məni? Gör. Elə bax yaxşı oldu elə. Ət lazım idi. Ayda burada öldürdüm bunu. Nə şərəfsizandı da bu. Allah, üzüm bir dənə çöndərdim, gəldi düşlədi yedik onu. Nə qədər çıxdı buna. Bildiğin donuzu da bu. Başqa raptor taparıq buradan. Raptor, vız. Hardasan ha? Ay, ilan. Şərəfsiz.
İlanı əhəlləşdirim. Özləşdirməyə mi lazım bunu? Qısa. Yaxşı oldu sən, şərəfsiz. Ləzzətlər, ilana ləzzətlər çıxar, hə? Daryl kimi ilanı da yedik. İntiqam yavaş-yavaş alınır, Parasaur'un intiqamı. 8 səviyyə, sənə də yiyərəm prosto. Ehtiyac yoxdur. Bax, bu dilolardan zəhləm gedir. Yəni, həqiqətən də zəhləm gedir. Boşa getdi. Nə deyədir? Oxlar da heyf olur. Hayda, ağrının yeriydi heç. Qaçağa buradan, ağrıdan nifrət edirəm. Raptor tapanmadıq burada. Yine susuz qaldıq. Lənət olsun. Nəsə səviyyəsi, nəsə? 112 səviyyə. Kakaş, sən əjdihasan. Arkadan vuran şərəfsizdir. Məsələ əsas odur. Onu həll eləmək lazımdır. Sən idin paşa. Qurban olum sən ol. Endə bə. Yox sən idin. Oydu. Üstü səhraylı məhraylı. Onda ağzı səhraylı. En görək paşa. Enir. Enir. Düş də. İki dənəsinə gedərsən sən. O bir dənəsinə getdi. Özün öyle məclihasan sən. Hata içinə bir dəfə ət ataq. Hadi bundan ataq. Tezə həlləşdir, yeyər bəlkə. Ye aslanım, ye. O birisi həlləşib yəqin. Bir dənə baxaq o birisinə. O birisi həlləşib. Beşək. Bu çox əla bir şey olacaq. Yeyirsən paşa? Sən bir də bunun üçün balıq ovlayaq. Sonra videonu sonlandıraq. Məncə lif lazımdır bunun üçün. Düşəcmişəm. Aha. Bu qəşəng yox, əla oldu. Tabii kefə nə istəyirsə var. Bax. Bunun da var. Bax, bunu belə basırsan, o şeyi artır. Bilinçsizliyi olan şeyi barı artır. Səviyyəyə də basaq. Nəyə verək? Hər şey hızına verək. Hər şey hızı. 30 səviyyə oldu. 38 səviyyə onda buna minə biləcəyik. Nəysə, mən bugün video çox çəkdim. Səviyyədə çox oldu. Nədir? Parasaur yox, təzə Parasaur əhəlləşdirdik. Dəmir dövrünə keçidə başladıq. Belə eləyək. Dəmir dövrünə keçidə başladıq. Əlimizdə var, belə şeylərimiz yox, bu yox. Belə şeylərimiz var. Hop. Bu bölüm bu qədər. Yəni çox bir şey eləmədik əslində. Bir dənə trak əhəlləşdirdik. Oxu falan elədi. Yəni bir inkişaf dövrü idi. 2 dənə Pteranodon vurduq. Birini əhəlləşdirdik. Prosto üstünə yəhər düzəldəmirik. Gələn bölümdə yəqin ki uçub dəmir falan daha çox gətirəcəyik. Bu bölümdən bu qədər. Ümid edirəm izləyib zövq almısınız. Ümidvaram ki. Nəysə, gələn bölümlərdə görüşənədək hələlik sevirəm sizi.